Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni və inayəti ilə bu gün də bir şəri məsələ oxuyub siz əzizlərin nəzərinə çatdırarıq. Məsələmizin mövzusu məhrəmiyyətdir, müsahirədir. Bir neçə söhbətdir ki, bəzi şəxslərin bu müsahirə səbəbi ilə məhrəm olub olmadığını oxuyuruq. Keçən bundan əvvəlki söhbətdə oxumuşduq, dedik ki, bir kişi bir xanımı alır, onunla izdivac edir, onun qızı dedik buna məhrəm olacaq, qızının da qızı da bu şərtlə ki, bu kişi və xanım arasında yaxınlıq baş versin, tək kəbin yox. İndi isə sualımız bundan ibarətdir. Bu qızın hökmün bildiyi bu kişiyə məhrəm olacaq. İndi bu kişinin oğlu da var. Bu kişinin oğlu var. Bəs bu oğulla o qızın arasında məhrəmlik olur yoxsa yox? Həmçinin bu kişinin atası o qıza məhrəm olur yoxsa yox? Yəni kişi xanımla izdivac eləyir, belə deyim aydın olsun. Bir kişi bir xanımla izdivac eləyir və yaxınlıq eləyir. Yaxınlıq eləyir, dedik yaxınlıqdan sonra o xanımın qızı, qızının qızı və s. bu kişiyə olacaq məhrəm. İndi bu kişinin də bir oğlu var. Bu oğula o qız məhrəmdirlər bir-birlərinə, yəni arvadın qızı, yoxsa yox? Həmçinin bu kişinin atası da var. Elə bir ki, o qızın anasının qaynatası da belə deyək. Bu ərin atası var. Ona da məhrəm olur, yoxsa olmur? Onun hökmünü oxuyarıq. Qarşıya çıxan tez-tez verilən suallardan biridir. Görək məhrəmlik baş verir, yoxsa vermir. Bu məsələni də oxuyaram. Seyyid Əli Sistaninin, Ayətullah Sistaninin Minhacus Salihin adı risaləsindən cild 3, məsələ 158. Görək Seyyid nə buyurur? Bismillah buyurur ki, və la təhrumul bint əla ibn zovc. Buyurur ki, haram olmur, yəni məhrəm olmur. Həmin o qız əla ibn zovc, kişinin ərinə, kişinin oğluna məhrəm olmur. Həmin o kişinin oğluna, ərin oğluna məhrəm olmur. Və la əla əbihi, həmçinin heç o kişinin atasına da o qız məhrəm olmur. Çünki niyə? Adicə əgər, belə deyək ki, tək kəbinlə məhrəmiyyət olmuş olsaydı, bəlkə burada demək olardı ki, məhrəm olur. Çünki ata, yəni kişi o xanımla izdivac eləyib, fəqət kəbin oxuyub. Deyək ki, kəbinlə məhrəmiyyət sabit olsaydı, bəlkə bu oğul, qız, deyək ki, o kişi, bunlar bir-birinə məhrəm olar. Amma bu arvadın qızı başqa kişidəndir. Başqa kişidən olduğuna görə, hətta bu kişinin özünə belə onunla yaxınlıq etmədən demişdik ki, yəni arvadı ilə yaxınlıq etmədən o qız da məhrəm olmurdu. İndi bu kişi o xanımla yaxınlıq etdikdən sonra məhrəmiyyət yaranıbsa, bu oğul, bu baba necə ona məhrəm olsun? Ona görə də buyurur ki, məhrəmiyyət burada sabit olmur. Kişinin özünə məhrəm idi, çünki onun anası ilə yaxınlıq etmişdi. Amma bunun oğlu başqa bir bətindəndir, başqa bir xanımdan dünyaya gəlib. Fərz elə ki, kişinin də yoldaşı ölüb, o arvadın da əri ölüb, arvadın bir qızı var, bu kişinin də bir oğlu var. Bu oğlan, bu qız bir-birlərinə naməhrəmdirlər. Adi qız, oğlan nə cür bir-birinə naməhrəmdirlər? O bunun yanında hicablı gəzməlidir, o buna toxuna bilməz, o buna belə deyək, baxa bilməz öz məhrəmi kimi. Həmçinin babada da hökm eynidir. Adi naməhrəm bunlar şəxslər bir-birlərinə, bunların izdivacı haram deyil, bir-birlərinə belə deyək ki, nikah baxımından halaldılar. Bu onunla, o bununla izdivac edə bilər. Çünki məhrəmiyyət yox. Məhrəmiyyət ancaq qızla bu kişi arasındadır, yəni anasının yoldaşı arasındadır. Necə ki, biz qeyd eləmişdik ki, heç yaxınlıq olmasa da belə, fərz eləyək ki, bu kişi bu xanımı aldı qızı ilə, aralarında yaxınlıq etmədiyi, yaxınlıq baş vermədiyi müddətdə isə o qızın özü də kişiyə məhrəm olmurdu. Kəma la təhrum əleyhi bintu zovcətihi qeyril mədxul biha. Necə ki, o duxul etməsəydi belə,
duxul etmədiyi dövrdə də o xanım, o qız, yəni o arvadın qızı kişiyə də məhrəm olmurdu. Ancaq yaxınlıqdan sonra məhrəm olmuşdu. Buradan, bu məsələdən də belə başa düşdük ki, kişinin oğluna, kişinin atasına o arvadın qızı heç cür məhrəm olmur. Ancaq başqa səbəblərdən məhrəm ola bilər, kəbin və s. səbəblərdən. Amma elə belə burada heç bir məhrəmlik yoxdur. Ancaq kişi və xanım arasında məhrəmlik sabit olur. O da o ana ilə yaxınlıq olsa, yaxınlıq olmasa heç qız da məhrəm olmur. Ancaq arvadın özü kişiyə məhrəm olur. Çünki onunla artıq kəbin eləyib, onun xanımıdır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.